Ailə dostlarımızla həftə sonu dincəlmək üçün Qusara getmək qərarı aldıq. Bu səbəblə başladıq axtarışa. Həm rahat, həm geniş, həm bizim, həm də uşaqlarımız üçün maraqlı yer olmalı idi. Biz də uşaqları Şahdağda aparacağımız üçün Şahdağa yaxın ərazidə yerləşən yolun tam üstündə ev tapdıq. Evin içi həm geniş, həm təmiz idi. Ev 2 böyük yataq otağı, 2 sanuzel, 1 uşaq otağı və 1 böyük studiya mətbəxdən ibarət idi. Eyni zamanda yataq otağından hovuza birbaşa çıxışı var idi. Hovuz əlbəttə ki, isti hovuz idi. Əlavə olaraq qapalı söhbətgahın içərisində sanuzel və sauna da var idi. Qeyd edim ki, bir sözlə istirahət üçün hər bir şey düşünülmüşdü. Bura uşaqlar üçün həyətin daxilində yerləşən kiçik park da daxildir. Ev samavardan tutmuş kiçik mətbəx əşyalarına qədər hər bir şeylə təmin olunub. Bizə yalnız ailəmizlə xoş istirahət etmək qalmışdı. Biz də dostlarımızla bu gözəl evdə 2 gün dincəlib geri qayıtdıq. Əgər çox rahat istirahət planlayırsınızsa, dağ mənzərəli Qusarda yerləşən bu gözəl ev ideal seçim olacaq. İstirahətə gedəcək olanlara xoş istirahətlər diləyirəm. Bizi izlədiyiniz üçün təşəkkür edirəm.